Yenə qəm ordu çəkib üstümə ləşkər ləşkər. Yenə qəm ordu çəkib üstümə ləşkər ləşkər. Saği peydərpey elə badəni sağər sağər. Dilruba qəmzəli afətlər əlindən bidad. Könlümü oğradı dilbər, yenə dilbər dilbər. Əhli fəqrəm, vəli ey məqdəmivin qurbanı. Səpirəm yollarıva əşkimi, gövhər gövhər. Şərqidən qərbi tuta seyli bəla, qorxum yox. Eşq-i Cibrili alıb başımı, şəhvər şəhvər. Çeşmi məxmurimə bu əşq ilə matəm ki məgər. Hövz-i Kövsərdən içib badəni kövsər kövsər. Gərək aşiq bədənin nizəyə qılsın təbdil. Ayə-i eşqi şüar eyləsin əzbər əzbər. Parə parə edib əğyar nəman naməsini. Doğrana peykər şəmşir ilə əkbər əkbər. Vaizin saqi fənai edər əhlin sərməst. Vaizin saqi fənai edər əhlin sərməst. Gər bu şeirin gəzə məscidləri mənbər mənbər. Gər bu şeirin gəzə məscidləri mənbər mənbər. Bismillahirrahmanirrahim. Salam əziz, dəyərli tamaşaçılarımız. Mübarək Ramazan ayının bu bərəkətli günlərində bir daha xoş gördük sizləri. Qumdanələri verilişimiz efirdədir. Həmişəki kimi qonağımız Hacı Fariz Xammədli əziz ustadımız. Hacı, xoş gördük sizi. Çox sağ olun, Allah razı olsun. Tamaşaçılarımızla bir salamlaşaq inşallah. Salamlayıram sizi, sizin simavızda bütün əziz izləyicilərimizi inşallah. Allah sizi qorusun, cümləmizi inşallah. Hacı, dünənki verilişimizdə vaxt çatmadı, o sualı verdik və bugünkü verilişimizdə istərdik o sualın ətrafında danışasınız. Sualımız bundan ibarət idi ki, Qədir gecəsində, mübarək Qədir gecəsində nazil olan ruh. Yəni orada Allah buyurur ki, tənəzzəlül mələikətü və ruh. Sanki mələklərdən ruhu Allah Teala ayrı qeyd eləyir. Bu haqda istərdik danışasınız Hacı. O ruh hansı mənada işlənilir? Bismillahirrahmanirrahim. Yenə də salamlayıram sizi, simavızda bütün əziz izləyicilərimizi. Allah təbarək və təala bu ayın feyzindən cümləmizi müstəfiz eləsin, feyzə çatdırsın bizi. Əziz qardaş, hər şeydən öncə mən sizə yenə xüsusi bir təşəkkür edirəm bu gözəl şeirə görə. Həqiqətən bu şeir bizi apardı. Bir dəfə siz bu şeiri mərhum ustad Məhəmməd Hüseyn Şəhriyarın qəbrinin kənarında oxumuşdunuz. Və orada onu çəkmişdilər, yayımlanmışdı həmən vaxtı. Elə onda da çox gözəl təsirat bağışlamışdı. İndi yenə bizim üçün xatirələr təzələndi. Çox gözəl incəliklərə toxunmusunuz orada. O beytlərdəki Əli-i Əkbər əleyhissalama işarə eləmişsiniz. Sətr altı çox yüksək mənada həqiqətən mənanı ifadə eləmişsiniz. Allah qələmimizə qüvvət versin. Allah sizi qorusun. Mən zövq alıram sizin şeirlərinizdən. Ən azından birinci ilk burada fikir olaraq mənə çatır bu məsələlər. Mən zövq alıram, sevinirəm və sizə təşəkkür edirəm. Allah sizi qorusun, təbbizə bərəkət versin, ömrünüzə bərəkət versin, uzun illər xalqa xidmət eləyəsiniz, Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına, klassik ədəbiyyatımıza, dini məhfumlarımıza, mənəvi məsələlərimizə, necə ki, bugünə qədər xidmət eləmişsiniz inşallah. Bundan sonra da daha bərəkətli xidmətlər eləyəsiniz. Allah sizi qorusun inşallah. Təşəkkür edirəm sizə. Amma sualımıza gəlincə, ruh məsələsi, bəli, keçən verilişimizdə sual yarımçılıq qaldı. Heç cavabını vermədik əslində, bu verilişə saxladıq. Məhşur söz budur ki, tənəzzəlül mələikətü və ruh. Ruh mələklərdən biridir, yəni Cəbrail əleyhissalamdır. Bu məhşur sözdür. Amma bu haqda müxtəlif fikirlər var, mən onları deyəcəm. Necədir, həm irfani cəhətdən, həm fəlsəfi cəhətdən. Ən məhşur söz budur. Bəs deyirlər, onda niyə mələklərdən ruhu ayırıb? Əgər Cəbraildirsə məqsəd, mələklər yerə enərlərsə, səmanın ən yaxın qatına enərlərsə, yerə yaxın olan qatına və həmən vaxtı mələklərin duasının vasitəsi ilə
yerlə, nasut aləmi ilə, lahut aləmi bir-biri ilə əlaqə qurarlar, irtibat qurarlar. Əgər həqiqətən ruhdan məqsəd orada Cəbraildirsə, bu sual olunur ki, niyə Cəbraili ayırır mələklərdən? Zaten elə o da mələklərdəndir. Cavab verirlər ki, o ən üstün mələkdir. Yəni həmişə Cəbrail yerə enməz. O vəhiy gətirəndə, mühüm xəbərlər gətirəndə enər və sevgili Peyğəmbərimizdən sonra bir neçə dəfə xanım Zəhra salamullahi əleyhaya təskinlik vermək üçün yerə enirdi. Böyük məşhur ariflərimizdən biri buyururdu ki, xanım Zəhranın məqamının əzəmətində və böyüklüyündə bu yetər bəs eləyər ki, Cəbrail Peyğəmbərdən sonra ona enirdi və ona təskinlik vermək üçün o ilə danışırdı. Təsəvvür edin, yəni Cəbrail heç vaxtı yerə enməz. O ən mühüm vaxtlarda sevgili Peyğəmbərimizə xəbər gətirəndə, vəhiy gətirəndə enirdi. Peyğəmbərimizdən sonra vəhyin ki ardı kəsildi. Əli ibn Əbi Talib əleyhissalam Peyğəmbərdən danışanda belə bir söz buyurur, deyir: "Və laqad inqata'a bi mautika ma lam yanqati bi mauti ahadin." Sənin ölümünlə elə bir işin ardı kəsildi, davamı kəsildi ki, bütün bəşər ölsəydi onun davamı kəsilməzdi. O vəhiy idi ki, Cəbrailin vasitəsilə Peyğəmbərə gəlirdi. Yəni, sevgili Peyğəmbərimizdən sonra Allahla bəşərin vəhiy əlaqəsi qırıldı, vəhiy əlaqəsi kəsildi. Artıq heç kimə vəhiy olunmadı. Vəhiy o mənada ki, risalət vəhyi, nübüvvət vəhyi o mənada, yoxsa ilham mənada, işarə mənada. Vəhyin Qurani Kərimdə bir neçə misdaqı var, indi mövzumuz deyil o. O anlamda vəhiylər var idi, amma Peyğəmbərə gələn vəhiy kəsildi. Peyğəmbərin dünyasının dəyişməsi ilə. İndi Cəbrailin yerə enməsi çox önəmli məsələdir. Deyirlər, ona görədir, onu xüsusi vurğulayır. Hətta Cəbrail də enir yerə, yəni bu anlamdadır. Amma başqa hədislərdə də keçir. Məsələn, İmam Sadiq əleyhissalamdan da bu hədisi görmüşəm, İmam Baqir əleyhissalamdan da görmüşəm. Özdə mötəbər hədisi olaraq görmüşəm. Məsələn, Durrul Mənsurda görmüşəm, bu mənanı nəql edirlər. Yazırlar ki, orada ruhdan məqsəd mələklərdən üstün olan bir mənadır. Deyirlər, mövcudatda, məxluqatda 5 cürə ruh var. O ruhun biri şəhvani ruhdur. Şəhvani, məsələn, istəklərə, maddi ruh, heyvani ruh deyirlər ona. Bir qism şəhvət məsələlərinin mənşəsidir. O heyvani ruh adlanır. Bir qism ruh var, hərəkatın və qüdrətin mənşəsi olan ruhdur. Yəni, birinci ruh mənşə olur şəhvət üçün. Həmən ruha deyirlər heyvani ruh. Yəni, heyvanlarda bu ruh var. Şəhvət mənşəsidir. Heyvanlar şəhvətin həmən ruhlarından alırlar. O bir heyvani ruhdur. İkinci qism ruha deyirlər, orada qüdrətin və hərəkətin mənşəsi sayılan ruhdur. Bu ruhda həm heyvanlarda var bu ruh, həm də insanlarda var. İnsan və heyvan bu ruhda müştərəkdirlər. Heyvanlar da, insanlar da öz hərəkətlərinin və qüdrətlərinin mənşəsi olaraq o ruhdan istifadə edirlər. Mənbəsi olaraq o ruhdan istifadə edirlər. Üçüncü qism ruha deyirlər əndişə və təfəkkürün mənşəsi olan, fikrin mənşəsi olan ruh. İdrakin mənşəsi olan. Bəli, idrakin mənşəsi olan ruh da ifadə eləmək olar ona. Çünki bu sırf insana məxsus olan ruhdur. Bu üçüncü qism ruhdur. Dördüncü qism ruh artıq orada o insandan yuxarı mərhələ ruhdur. O mücərrədatda əqlin mənşəsi olan ruhdur. Bu mələklərə aid olan ruhdur. Sırf orada təəqqülün mənşəsidir, əqlin mənşəsidir, əqli məhzdir. Məsələn, mələkin tərifində bizdə deyirlər, əl-mələku cəvhərətun nuraniyyətun yətəşəkkəlu bi əşqalil müxtəlifəti illəl kəlb vəl-xinzir. Mələk bir nurani cövhərdir, o bütün şəkillərə düşə bilir. İçən donuzdan başqa. İki murdar heyvandan başqa bütün şəkillərə düşə bilir. Deməli, buradan başa düşülür ki, mələkin zatı insanın zatından üstündür. Biz bir verilişdə bunu açıqladıq elə bilirəm. Amma insan fəaliyyət baxımından, məqam baxımından ondan üstün ola bilir. Deməli, mələkin, bu da bir qismdir. Dördüncü qism ruh, fəlsəfə və irfana görə dördüncü qism ruh mələklərdə olan ruhdur ki, o əqli məhz adlandırılır bizim fəlsəfədə və irfanda. Orada artıq qaranlıq yoxdur. O sırf mələkə məxsus olan bir pillədir və mərhələdir. Ondan sonra bir mərhələ ruhda var. O əqli məhzdən də yuxarı olan əla ruhdur ki, o Allah təbarək və təalanın yanında ərş-i əlada olan bir
mövcudatın ruhudur. İndi bizdə ola bilər biz onu adlandıraq ki, mələklərin bir qisminə də şamil eləmək olar onu. Çünki Əli ibn Əbi Talib əleyhissalam ki, mələkləri Nəhcül Bəlağədə bir neçə hissəyə bölür. Deyir o mələklərdən bir qismi can alan mələklərdir, bir qismi vəhiy gətirən mələklərdir, bir qismi Allahın ərşindədirlər, oradan hərəkət eləməyən varlıqlardır, mələklərdir. Yəni biz eləyə bilərik, məsələn, bir qismi sırf istiğfar eləyən mələklərdir. Adam üçün istiğfar eləyirlər, bağışlanmaq istəyirlər möminlər üçün. Həzrət orada bir neçə qismə ki, mələkləri bölür, o qismdən danışır. Ərş-i əlada olan, ilahi ərşin qoruyanlarıdırlar. Məsələn, eləmək olar buradan başa düşülsün ki, o ki buyurur ruhdan məqsəd bir varlıqdır ki, onlar o ən üstün, ən əla dərəcə ağıl və ən əla dərəcə ruh onlara verilib, həmin varlıq da Qədir gecəsində yerə enirlər. Görürsən, niyə yerə enirlər? Çox bir mübarək nəzəriyyədir bu nəzəriyyə. Biz keçən verilişimizdə dedik ki, onlar hara enirlər? Onlar enirlər Vəliyullahın qəlbinə. Allahın vəlisinin qəlbinə enirlər. Allahın vəlisinin qəlbində onlar özləri üçün məskən tapırlar, aramlıq tapırlar. Onlar özləri də bir növ ziyarətə gəlirlər, pabusisinə gəlirlər, əlin ayağını öpməyə gəlirlər Allah vəlisinin. Onlar nə qədər böyük mərtəbədə olsalar, Allah vəlisinə xatir onlar xəlq olunublar. Bütün aləm Allah vəlisinə xatir xəlq olunub. Yəni nə qədər müqəddəs varlıqlar var, onlar hamısı Allahın vəlisinin xidmətindədirlər. Ona görə deyir biz Uhudda, Bədirdə köməklik elədik. Məsələn 3000 dənə mələk göndərdilər, köməklik elədi döyüşdə Peyğəmbər sallallahu əleyhi və səlləm. Yaxud mələklər Həzrət İmam Hüseyn əleyhissalama kömək eləmək istədilər. Yəni demək istəyirəm ki, mələkdir, cinnidir, bütün varlıqların hamısı insana xidmət eləmək üçündür. Ola bilər lap lətif, nəcib, saf bir vücudu olsun onun. Zat baxımından insandan üstün olsun. Amma onun da xilqəti kamil insana xidmət eləmək üçün. Və zamanımızın kamil insanı Allahın vəlisi Həzrət Höccət əleyhissalamdır. O şeirdə ki, keçir Əliyün hubbuhul cənnə, qəsimun nar vəl cənnə, vəsiyül Mustafa haqqan imamul ins vəl cənnə. Orada keçən yerdə Əli ibn Əbi Talib üçün bir məqam göstərir o şeirdə. Əli qəsimun nar vəl cənnət. Həzrət Əli əleyhissalam cənnətin və atəşin, cəhənnəmin və cənnətin bölücüsüdür. Yəni cənnət və cəhənnəmi bölür. Və bir yerdə keçir ki, Həzrət Əmir əleyhissalam orada dayanır. Ora gətirilən insanların, cənnətə daxil olan insanların batinindən zəhrəvi və məvləvi iyi hiss eləyir. Batində formalaşdırdıqları iy. Bu çox mükəmməl bir mövzudur. Mən keçən bilmirəm 3-4 il bundan qabaq verilişlərin birində buna toxunmuşdum. Məsələn, o Həzrəti Əli əleyhissalamın sevgili peyğəmbərimiz buyurur ki, Yasubuddin, Əli Yasubuddindir. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə İmam Zaman salamullah əleyhi Yasubuddin adlandırır. Çox maraqlıdır. Deyir ki, fələmma kana zalik, elə ki bu hadisə baş verəcək, Yasub öz kürəyin Kəbə evinə söykəyəcək. Yasub İmam Zaman işarə eləyir. Bu hədisi Nəhcül Bəlağədə Seyyid Rəzi gətirir. Nəhcül Bəlağə 3 hissəyə bölünür. Xütbələrdir, namələrdir, məktublardır və kəlimat-ı qisardır. Bu kəlimat-ı qisarın içində bir dənə fəsl açır Seyyid Rəzi, rəhmətlik. Yazır və fəslun fi qaraib kəlamihi. Və Əlinin təəccüblü o qəribə sözlərindən bir dənə orada bir bab açır. Bir neçə dənə hədis gətirir, yenə onu bağlayır. Bilmirəm nə fikirləşir. Yəni əslində Nəhcül Bəlağə 4 qismdir, 3 qism deyil. Birdən orada o qəribə sözlərin əlini yığıb bir yerə. O Əl-Qeybə əsərində də şeyx gətirib bu hədisi. Sonra mən araşdırdım, orada qısasını gətirib Nəhcül Bəlağədə. Sonra yenə bağlayır o babı, başlayır kəlimat və hikmətli sözləri saymağa. Orada deyilir ki, bu Yasubuddin kürəyin Kəbə evinə söykəyəcək və çağıracaq. İnsanlar onunla beyət eləməyə gələcəklər. Buludlar sürətlə hərəkət elədiyi kimi filan. Orada başlayacaq özünü təqdim eləməyə. Mənim bu hədisin burası inişim yoxdur. Sözün burasındadır. Onu deyir Yasubuddin. Yasubuddin imam. Yasub sözünü araşdırdım. Gördüm Yasub bu mələkiyə deyirlər. Arıların anası olur. Ana arı. Ona deyirlər Yasub. Mələkə. Farsça deyirlər ona mələkə, ana arı. Onu Yasub da deyirlər ərəb dilində. Bu ana arını bir Rus yazıcısı var, arılar haqqında yazıb. Onu araşdırırdım. Gördüm bu arılar haqqında deyir ki, bu yeşikdə bir ana arı əmələ gəlmək üçün arılar hamısı düşürlər, yüksəlməyə qalxırlar. Yeşikdən çıxırlar, uçurlar. Bir dənə arı, maya arı, dişi arı
ki, ana olacaq, başlayır yüksəlməyə. Bütün arılar onun eşqi ilə yüksəlirlər. O yüksəldikcə hamısı yüksəlir. O yüksəlir, bunlar çox yüksələ bilmirlər, geri qayıdırlar. Geri qayıdırlar, geri qayıdırlar. Bir dənə arı qalır o ilə bərabər, erkək arı. O arı onun vüsalına yetişir. Onlar izdivac eləyirlər. Və qovuşurlar, qovuşan kimi erkək arı ölür. Onun canı elə o qədərdir. Qovuşdu, dünyasını dəyişir. Ondan sonra o ana arı tək qayıdır yeşiyə. Artıq bu arı yeşiyə qayıdanda bütün arılarda məlumat var, bu proses baş verib və bunlar gedə bilməyiblər, qayıdıblar. Bunu təntənə ilə yeşikdə qəbul eləyirlər. Xəlifələri kimi, mələkələri kimi. Qəbul eləyirlər, gətirirlər yeşiyin bir küncündə. Bizdə həmişə arı olub evimizdə. Atam arı saxlayıb, anam arı saxlayıblar. Biz uşaqlıqdan bunu görmüşük. Və xüsusi bir diqqət olub arıya qarşı. Gətirirlər onu arının, yeşiyin bir küncündə bu arını saxlayırlar. Bu arıya orada yer verirlər, yeşiyin bir küncündə. O ki, yeşiyin bir küncündə ona yer verdilər, onu qoruyanlar 3 qismə bölünürlər. Yeşiyin arıları 3 hissəyə bölünürlər. Onun şəxsi mühafizəsi, ondan ayrılmırlar. Ancaq onun yanında olurlar, orada bal götürürlər, bal yığırlar ora və onu qoruyurlar. Pətəyə bal qoyurlar. Və bir qism arılar dayanırlar yeşiyin girişində, mühafizəçilərdir. Adətən bunlar yaş etibarı ilə onlardan biraz çox gün həyatda olanlardılar. Bir qism arılar da cavan arılardılar. Onlar ovçu arılardır. Onlar gedirlər, güllərdən şirə toplayırlar, gətirirlər. Deməli, bu girişdə dayanan arılar, gedən ovçu arıların içəri girəndə ağız qoxularından bilirlər, bunlar hansı güldən şirə toplayıblar. Gör nə aləmdir. Deməli, burada dayanırıq. İndi bunu davam edirəm mən. Bir tərəfdən bir hədis bizdə keçir İmam Rıza əleyhissalamdan, İmam Baqir əleyhissalamdan da hədis nəql olundu. Allah təbarək və təala zərr aləmində ki, bir sual da olunmuşdu bizdən zərr aləmi ilə bağlı. İnsanlardan soruşdu ki, ələstu bi rabbikum, insanların nütfəsindən, ya Adəm peyğəmbərin nütfəsindəki bütün nütfələr orada sülbündə cəm olmuşdu. Onlara xitab elədi. Soruşdu ki, ələstu bi rabbikum, mən sizin Rəbbiniz deyiləmmi? Onlar dedi, sən bizim Rəbbimizsən, bəla, sən bizim Rəbbimizsən. İmam Baqir və İmam Rıza əleyhissalam buyururlar ki, orada Allah tək öz Allahlığına almadı peyman, həm də peyğəmbərin peyğəmbərliyinə və Əlinin vilayətinə peyman aldı. Deyir, orada bütün varlıqdan peyman alınıb. Çox maraqlı hədisdir. Yəni, təkcə insandan deyil, bütün canlılardan peyman alınıb. Bütün aləmə təqdim olunub. Təqdim olunub Əlinin vilayəti, məruzə olunub və soruşulub ki, Əlinin vilayətini qəbul edirsinizmi? Deyir, sonra Əlinin vilayətini qəbul eləyən cəmadat, dağlar və daşların içində Əli vilayətini qəbul eləyən ilk dağ Əqiq dağı olub. Heç eşitmişdiniz, deyirdilər, niyə Əli dostlarının, şiyələrin 5 dənə nişanəsi var. Biri ət-təxəttumu bil-yumnadır. Sağ ələ üzüyü taxmaqdır, Əqiq üzüyü taxmaq. Deməli, bunun hikməti buna görə imiş. Buna görə imiş ki, Əqiq dağı ilk Əli ibn Əbi Talibin vilayətini qəbul edən dağdır. Ona görə Peyğəmbər buyururmuş, kim Əqiq üzüyü taxsa onu qılınc kəsməz. Kim Əqiq üzüyü əlində olsa, qunut tutsa, onun duası rədd olunmaz. Bax, Əqiqin haqqında nə mötəbər məsələlər var. Əqiqin etibarı o dağa görə imiş ki, dağ cəmadatın içində Əli vilayətini qəbul edən zərr aləmində ilk dağdır, ilk daşdır, İmam Baqir əleyhissalam buyurur. Ondan sonra Allah nəbatata, bitkilərə Əli vilayətini təqdim eləyir. Hər ağac Əli vilayətini qəbul elədisə, İmam Baqir əleyhissalam buyurur, o ağac şirin oldu. Meyvə verən ağac oldu və şirin meyvəli oldu. Bəli. Sonra buyurur, hər bitki Əli vilayətini qəbul elədisə, onu müəttər elədi Allah. Ətirləndirdi. Sonra buyurur ki, Allah Əli vilayətini heyvanlara məruz elədi. Hər heyvan Əli vilayətini qəbul elədisə, halal ətli oldu. Əti yeyilən heyvan oldu. Heyvanın ən böyük məqamı bu oldu ki, onun sahibi mömin olsun, yaxud onun sahibinin mömin qonağı gəlsin və möminə yem olsun. Hacı, səhv eləmirəmsə, bu hədisdə quşların barəsində də gəlir. Əlbəttə, bəli. Hansı quşlara ki, təqdim olundu, Əlini vilayətini qəbul elədilər, onların səsləri gözəl oldu, bəli. Deməli, və ondan sonra o hədisdə ki, keçir o yem olsun, o heyvan,
Hələ quşa da aiddir bu. Yem olsun möminə, onun kamilliyi ordadır. Nə gözəl. Deməli o var da bir peyğəmbər sahabələrindən birinin barəsində deyirdi ki, kaş mən bir kök qoyun olardım. Sahibimin mömin qonağı gələrdi, mənim onun üçün kəsərdi. Sahibim məni qonağı üçün kəsərdi, o mənim üçün daha fəzilətli olardı. Bu əslində düz deyil ha, bu söz yaxşı söz deyil. Niyə? Çünki insanın kamilliyi heyvanın kamilliyindən daha çoxdur. Allah heyvanın kamilliyini onda qərar verib ki, möminə yem olsun. O heyvanın kamilliyi də buna görədir ki, mömin kamildir. O buna yem olur. Ona görə o heyvan kamillik tapır. Bilirsiniz? Aydındır. Təsəvvür edin, bir dənə adam insani kamilliyi qoyub kənara düşüb deyir ki, kaş mən qoyun olardım, sahibimin qonağı gələrdi falan. Bu əslində o insan üçün biraz məqamının kiçilməsidir. Yəni insan onu arzulamamalıdır. O heyvan üçün böyük məqamdır, insan üçün kiçik məqamdır. Təsəvvür edin, insan üçün də buyurur Əlinin vilayəti təqdim olundu. Əlinin vilayəti insana təqdim olunandan sonra insanlar ki, o vilayəti orada qəbul elədilər, Əli dostu kimi doğuldular. İndi bəzi adamlar elə bilir ki, məsələn, niyə şiyyəsən, niyə Əhl-i-Beyt dostusan? Deyir, çünki mən Maşdağada doğulmuşam, Nardaranda doğulmuşam, Bakı kəndlərində doğulmuşam, ona görə Cənub bölgəsində doğulmuşam, yaxud məsələn, Azərbaycanda doğulmuşam, mən ona görə şiyyə olmuşam. Yox, o deyil səbəb. Səbəb budur ki, sən sülb aləmində, zərr aləmində, oradakı insanlardan peyman alınırdı, sən orada Əlinin vilayətini iqrar eləmirsən. Ona görə sən bu günləri gəlmirsən, şiyyə kimi dünyaya gəlmirsən, Əhl-i-Beyt dostu kimi dünyaya gəlmirsən. Bu hədisin burasını danışmaqdan məqsəd bir dənə də söz yadıma düşdü. Ayətullah Cavadi Amili, Allah vücudun bir bəla eləsin, deyirdi ki, insanla heyvanın arasında, saxladığı ev heyvanın arasında xüsusi bir məhəbbət yaranır. Gör, bizim dinimiz nə mükəmməl dindir. Bizə deyilir ki, bir heyvanı ki siz saxlayırsınız, çalışın onu kəsməyin. Vay, vay, vay. Çalışın onu kəsməyin deyir. Satın, kəsməyə başqa heyvan alın, kəsin. Nə? Çünki sizinlə onun arasında bir sinxiyyət yaranır. Gör, Allah hətta əti yeyilən heyvanı ki, onun kamilliyi mömin üçün kəsilməkdədir, onun ilə insan arasında da bir bağ həm də yaradır. etibar baxımından acı, etibar edirsən. İstəmir, deyir, o Seyid gördü ki, biri qoyun alladıb, su verə-verə aparır, tutdu, kəsdi, dedi, mən burada qalan mərəm. Niyə? Dedi, gördüm ki, sizin vilayətinizdə heyvanı alladıb aparıb, başın kəsirlər. Mən bu vilayətdə qala bilmərəm. Yəni, təsəvvür edin, gör, nə boyda mükəmməl bir şey. Şeyx Rəzəbəli Xəyyat gedirdi bir yerdən, deyir, gördü bir dənə ana ilə ata uşağını tutublar, Allah bütün şəfa versin bütün xəstələrə. Tutublar əllərində, deyirlər, Allah balamıza şifa ver, ağlayırlar. Şeyx deyir, baxdım, dedim, Allah buna şifa verməlidir, bunlar belə ki, istəyirlər. Bu cürə ki, bunlar istəyirlər, Allah niyə şifa vermir? Gördüm, bir tərəfdə bir heyvan, mənə pərdə çəkildi, deyir. Qeyb aləmdə gördüm bir heyvan, deyir, mən istəmirəm onun balasına şifa verəsin. O mənim balamı gözümün qabağında döyə-döyə öldürdü. Yəni heyvanat aləmini, hətta heyvanın bu qədər Allah təbarək və təala hüquqlarını qoruyur. Xülasə mən bu hədisi danışdım. Bu hədisdən məqsədim bu idi. Bu arılar məsələsini ki danışdıq. Danışırdıq, Yəsubu açıqlayırdıq. Gəldik o yerə çatdıq ki, arılar ki, ovçu arılardı, götürürlər, gəlirlər, içəri girəndə o qoruyucu, mühafizəçi arılar onların ağzının qoxusundan bilirlər ki, bunlar gedib o Əli vilayətini qəbul edən müəttər qoxulu bitkilərdən şirə toplayıblar, ya yaxından uzağa getməmək üçün yaxındakı zəhərli bitkilərdən toplayıblar. Elə ki, görürlər zəhərli bitkilərdən götürürlər, onu orada öldürürlər. Onu orada öldürürlər, yeşiyə girməyə qoymurlar. Təsəvvür edirsiniz bu nə deməkdir? Yəsub ana arıdır, onu qoruyanlar istəmirlər gəlsin. Mən bəzən deyirəm ki, Allah təbarək və təala bizim yeməyimizə də diqqət eləyir. İstəyir ki, biz Əli vilayətindən kənara çıxmış yeməklərdən yeməyək. Gör, nə boyda sözdür. İmam Sadiq əleyhissalam o uşaqdan bir hədis nəql edir. Ya 7 yaş, ya 9 yaşında bir qız uşağı Şamda Əlinin dostlarından birinin qızı idi. Bu evə gəlir, deyir, atası gəlir evə, qız deyir, bizə bal göndəriblər. Deyir, qızım, burada bizi sevməzlər. Biz Əlini sevirik, Şamda bizə bal verməzlər, bizə zəhər verərlər. Deyir, yox atacan, bizə bal gətirmişdilər, mən bir barmaqda o baldan yedim. Gördüm, çox müsəffa baldı, şirin bal idi. Deyir, qızım onu Muaviyə göndərib, istəyir biz onu yiyək, qəlbimizdən Əli məhəbbəti çıxsın haram yeməklə. Onu gərək yeməzdim. Qız gedir, barmağını salır ağzına, o şirinliyi qaytarır. Sonra bir şeir yazır, bir beyt, o şeiri İmam Sadiq nəql eləyir. Bax ha, İmam Sadiq əleyhissalam deyir ki, o yazmışdı Muaviyə ki, Əbil əsəlil musəffa yəbnə hindin,
təbi'u ləkə imanən və dina, məazəllah keyfə yəkunu haza və məvlana əmirul müminina. Ey Hindin oğlu, sən bu müsəffa balla istəyirsən bizim rəğbətimizi, məhəbbətimizi qazanasan. Allaha sığınıram. Necə ola bilər bu? Mənim Mövlam Əlidir. Mən Əliyə beyət eləmişəm. Necə ola bilər bu? Təsəvvür eləyin. Zaman Allah bizi qoruyur. Hətta o balda arılar, Əli vilayəti qəbul edən bitkilər, aləm bu bitkilərdən müəttər olsun. Biz o bitkilərdən qidalanaq, üstümüzə o bitkilərin ətrini vıraq. Aləmdə Əli məhəbbəti ilə aləm rəqs eləsin. Gör Allah aləmi necə yaradıb. Gör necə yaradıb. Elə belə deyildi. Şeyxu Taifə deyirdi ki, aləm xanım Zəhranın məhəbbəti ilə hərəkətə başladı. Bunlar elə belə deyildi. Səyyarələr hamısı xanım Zəhranın məhəbbəti ilə təkvin aləmində hərəkətə başladılar. İndi o hədis ki var, orada buyurur Əli Qəsimun narı vəl cənnədir. Deyir insanın batinində, bir dənə batinində insanın mövləvi və zəhrəvi iyi var. İnsan o qoxunun vasitəsilə, o iyin vasitəsilə addımlayır. Cənnətə daxil ola bilir. Əli o iyi yoxlayır orada. Görün bunun batinində zəhrəvi və mövləvi iyi var. Bu da yalanla olmur ha. İnsan Əlini sevməsə o batində formalaşmaz. Bəzən görürsən olur da Əli düşmənin sevir biri. Biri gəlir Şəhid Mütəhhəri xatirələrində yazır. Deyir bir yerə getmişdim, bir qoca yaxınlaşdı mənə. Dedi mən Əlini istəyənəm. Əlini çox istəyirəm. Amma gecə yuxuda gördüm Əli düşmənlərindən biri gəlir. Mən də ona baş əyirəm, deyirəm əhsən sənə, əhsən. Onun qarşısında afərin sənə, baş əyirəm onun qarşısında. Şəhid Mütəhhəri deyir, ona dedim ki, bir də bu sözü heç kimin yanında deməyəsən, arif adamlar. Sən öz naxudagahında, podsaznaniyanda, şuur altında sən Əlipərəst deyilsən, Əlinin düşməninin pərəstişkarısan. Deyir, dedin necə? Dedim, sən gündəlik əməllərinin nəticəsində batini belə formalaşdırmısan. Əlini sevmək üçün əlivar olmaq lazımdır. Əli deyən kimi yaşamaq lazımdır. Həsən deyən kimi yaşamaq lazımdır. Əhl-i Beyti niyə bizə örnək göndərir? Peyğəmbəri niyə bizə örnək göndərir Allah? İstəyir ki, biz onlar kimi yaşayaq, yaşayışımız onlar kimi quraq və onlar bizim batinimizə hopsunlar. Deməli, bir qism arılar da ovçular, girişdə mühafizə eləyənlər, bir də xüsusi mühafizə ana arının yanındakılar. Deməli, yazır bu Rus yazır ki, Rus yazısı deyə yazır ki, birdən bir dənə təhlükəli, məsələn, biz o arı eşşək deyirik də, təhlükəli arı. O bir dəqiqənin içində bir neçə dənə arını öldürə bilir, bal arısın. Təhlükəli. Birdən ondan bir dənə yeşiyə girsə, təhlükə girsə yeşiyə. Bu mühafizəçilər ki var girişdə, biraz yaşlıdırlar. Bunlar başlayırlar o ilə savaşıb fəda olmağa, canlarını verməyə, ölürlər. Onlar ki ovçu arılardılar, onlardan yeşikdə olanlar var, qıraqda olanlar var. Xüsusi mühafizələr var, xüsusi mühafizə. Bu ovçu arılar gəlirlər o pətəkdən balı götürürlər. Balın vasitəsilə ağızlarından, nəfəsləri ilə onu ötürürlər. Oranın hərarətini yüksəldirlər, yeşiyin hərarətini. Balın istiliyinin vasitəsilə. Yeşikdə hərarət yüksəldikcə, yeşiyin girişində o təhlükə hərarətdən ölür. İstilikdən o hərarəti çoxaldırlar, istilikdən təhlükəni öldürürlər. İndi hərarət yüksəlib, yeşiyin hərarəti mələkə üçün, ana arı üçün təhlükə yaranıb. Başlayırlar qanadları ilə orada ventilyasiya yaradırlar. Havanı soyudurlar, hərarəti endirirlər aşağı, ana arıya təhlükə. Bunlar arı bunu öz şuuru ilə eləyir ha. Quran hələ belə deyil bizə nəmldən, arıdan danışır, surə göndərir. Hələ belə deyil bu məsələdir. İstəyirlər orada ana arını qorusunlar. O Yasubdur. Deməli Peyğəmbər bizə buyurur ki, Əli Yasubuddindir. Əli Yasubdur. Əlini belə qoruya bilirsiniz, görün elə, belə qoruyun əlini. Sonra bizə buyurur ki, Əli buyurur bizə Yasub Həzrəti Məhdidir. O gələcək, o belə zuhur dönəmi belə olacaq. İndi bizə istəyir desin ki, ay Məhdini sevənlər, görün o Yasubu bu arılar öz mələkələrin qoruduğu kimi qoruyursunuz hələ. Əl-müminu kənnehlə. Əleyhissalam buyururdu ki, mömin bal arısı kimidir. Və ana əmirun nəhəl. Mən arıların əmiriyəm, ağasıyam. Yasubuddindir. Yəni onlarla bizim aramızda belə bir məsələ icad olunur ki, biz onlara belə baxmalıyıq. Ondan sonra onlara ki belə baxdıq, bu formada qoruduq, bizim batinimizdə bir zəhrəvi və mövləvi qoxu yaranacaq. Artıq bizi görənlər o qoxunu hiss eləyəcəklər. Müəttər iyi hiss eləyəcəklər. Və Zəhra salamullah əleyha və Əli ibn Əbi Talib cənnətdə o qoxudan öz dostlarını ayıracaqlar və tanıyacaqlar bir-birindən. Allah razı olsun Hacı. Təşəkkür edirik bu gözəl söhbətlərə görə, bu gözəl açıqlamalara görə.
sizə öz adımdan, bütün dinləyicilərin adından Allah dərin razı olsun. təşəkkürümü bildirirəm. Çox sağ olun əziz. Allah qardaş. elminizə, ömrünüzə bərəkət versin. Allah Amin sizi bu inşallah. xalqa çox görməsin. Çox sağ olun. Əziz ustadımız. Estağfurullah. Allah var Allah eləsin. razı olsun. Sağ olun. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Sağlıqla qalın.